Değerli izləyicilərimiz, Xırdalanın dairəsində, yəni Xırdalan dairəsində sizə əlim yanında ev tapmışam. Ev bilirsiniz nədir? Bal kimi. 2 otaq, tam təmirli, tam əşyalı, sənədi kupça, qiymət 105 min manat. Keçə evlə tanışılıq, ətrafı göstərir Orxan. Bir dənə rahatçılığa bax. Qardaşın əlim yanında ev tapıb. Sənə Xırdalan dairəsində, Xırdalanın giriş hissəsində, bütün əşyalarla bir yerdə, sənədi kupça olan 60 kvadrat ev tapmışam 105 minə. 105 minə əşyalıdır, 100 minə əşyasız. Əşyasız nə? Elektronika çıxacaq, paltaryon, soyucu, televizor, kondisioner bunlar çıxacaq, taxta tuta qalacaq, yəni mebellər, əşyalar qalacaq. İndi isə başlayaq. Orxan, getdik təqdimata doğru. Allah, Məhəmməd gəli, ideal ev axtaran müştərilərimiz üçün fürsətdir. Təqdimata doğru getdik. Video axıra qədər izləyin. Bu mənzilin bir dənə panoraması var. Onu göstərəcəm, xoşuna gələcək. Bax, evin əsas giriş hissəsi, get Orxan, oradan bəri göstər. Giriş hissəsi buradır. Burada evin içərisində şkaf yığılıb. Gəldin mətbəx hissəsi burada. Xudmani bir mətbəxi var. Tam təmirlidir. Burada hamamı sanuzel çox genişdir. Buna bax. Bax, görün, buradadır. Genişliyə bax bir dənə. Tərtəmiz, hazır, köç yaşa. Binada 2 sürətli lift, qaz, su, işıq, kupça, hər şey mövcuddur. Dövlət ipotekasına yararlıdır. 2-3 divanı, stol, stulu, jurnalisti, televizor altlığı, lüstrü, pərdəsi, saatına kimi evin içərisində qalır. Qiymət 105 min manatdır. Kondisioner də oradadır. Burada işıqlar da var, qəşəng. Stol, stulu buradadır. Balkonu, cam balkon. Bax, Orxan göstər. Cam balkonda qəşəng səliqəli, yuxarı aşağı qalx, açıq bağla, nə etsən elə. Yataq otağından qonaq otağından hər ikisinə balkon çıxmaq üçün yer var. Sumqayıt yolu, başı Sumqayıt yoludur buradan. Binadan baxanda birbaşa görsənir. Gəl Orxan davam eləyək. Oradan da bir dənə götür evi kurqom göstər. Qəşəng səliqəli evdir. Dəyərli izləyicilər, Xırdalan bazarından bir 5 min, 10 min, 15 min aşağı qiymət təklif olunur. Gəl. Keçirik evin yataq otağına. Burada da bir dənə yataq otağı var. Geniş. Yataq otağında özünün müstəqil pəncərəsi, lüstrü, pərdəsi, yataq mebeli, bahalı mebeldir. Sonra güzgüsü, şkafı, paltar şkafı hamısı hazırdır. Yataq otağından da balkona çıxmaq üçün yer var əzizləyicilərim. Bax ki, Orxan buradan da göstər. Bir sözlə, sən Xırdalan şəhərində ev axtarırsansa, yəni bunu düşünmədən almalısan. Orada da qaz çəkilib, iyili, qoxulu yeməklə, məsələn, balıqzad pişirməsində pəncərəni açıb rahatlıqla yeməyi bişirin, hazır elədin. Dəyərli izləyicilərimiz, bu günlük bu qədər zəng edin, gəlin baxın, amma qəşəng fürsətdir. Sağ ol.